Amerikada bazar günlərimizi necə keçiririk? Səhər yeməyindən sonra yola düşürük əkizlərin saçlarını qırxmağa. Ümumiyyətlə, Amerikada yaxşı bərbər tapmaq böyük bir şansdır. Qabaqcadan deyim, yenə də bəxtimiz gətirmədi bu məsələdə. Ümumilikdə səliqəli görsənsə də, amma yaxından baxanda heç ürək açan deyildi. Bütün saçlar əyri qırxılmışdı. Xüsusən də ikinci uşaqda, amma yenə də çalışdıq ki, əhvalımızı pozmayaq. Sən Bakıda saçı neçəyə qırxdırırdın? 5-10 manat idi. Bəs burada? Burada ümumiyyətlə qırxdırmıram. Çünki saçım yoxdur, özüm qırxır. Uşaqlar da ki 20 dollar, 19 dollar bir uşağın başı. 2 uşağın başı eləyir 38 dollar. Mən 30 dollara bütün həyətimin otunu biçdirirəm. O boyda həyətin otu ucuz başa gələn ki, 2 uşağın başı. Burada isə İlkin vəziyyəti düzəltməyə çalışırdı. Hadi. Sayıcı. Sonra mənə malbert lazım idi, ona görə yollandım Walmart'a və evə qayıdıb uşaqları çimdirdik. Həftə sonları mətbəxdən istirahət etmək üçün adətən yeməyi kafedə yeyirik və gedirik In-N-Out-a. Demək olar ki, həmişə orada adam çox olur. Elçin sifarişi verənə kimi biz də bir təhər yer tapıb otururuq. Burada əməliyyatı sakitləşdirirəm. Məncə yorğunluğum gözümün altındakı qaralardan hiss olunur. Elə də deyəcəksən. Nəysə, masanı yığışdırıb yollanırıq bazarlıq eləməyə. Nətərdir yerə vuruşmaq? Həftə içi hamımızın başı qarışıq olduğu üçün bazarlığı adətən həftə sonuna saxlayırıq. Çalışırıq sıxıcı olmasın deyə uşaqları da gəzdirək, parklara aparaq. Videonun əvvəlində gördüyünüz bu oyuncaq fili də özümüzlə elə belə daşımırdıq. Oyuncaq uşaqlara məktəb tərəfindən verilmişdi və qaydalara görə uşaqlar həmin heyvanla bazar günləri vaxt keçirməli idilər, oynamalı idilər, qayğısına qalmalı idilər. Burada əsas məsələ uşaqlara qayğıkeşliyi, məsuliyyəti, heyvanlara və təbiətə marağı mənimsəməkdir. Bazar ertəsi isə uşaq sinif qarşısına çıxıb öz hekayəsini ailəsi ilə birlikdə necə vaxt keçirdiyini danışır və beləliklə hər həftə bir uşağı ötürmüş olurlar bu oyuncağı. Bakaradan olan bu xrustal vazalara çoxdan baxıram. Bahalı qablar və uşaqlar arasında münasibətləri keçmiş təcrübəmdən nəzərə alaraq hələ ki almağa ürək eləmirəm və günün sonunda bütün döşəkləri birləşdirib uşaqlarla birlikdə yatırıq. Onlar bunu çox sevirlər.